Bir daha salam, artıq biz sizinlə 9-cu dərslikdəyik. Bu dərslikdə isə biz sizinlə dəyişənlər direktoriyalarda deyə mövzusundan bəhs edəcəyik. Bu nə mövzudur və nə anlama gəlir? Əslində bir dəyişənlər haqqında biz ümumiyyətlə məlumatımız çoxdur deyərdim və öncəki dərslərdən artıq dəyişən anlayışı və dəyişən üzərində gedilən və aparılan bütün növ prosedurlardan yəni agahıq, xəbərdarıq. İndi biz dəyişənlərin direktoriyalardan da keçmişdik əlbəttə ki, lakin dəyişənlərin məhz direktoriyaların tərkibində belə rol aldığını yəni bilə bilməzdik. İndi məhz onu açıqlayacağıq və bundan söz açacağıq. Hətta bunun nümunəvi olaraqdan sadə bir proqram yaratacağıq və əslində bu proqram bizim üçün əhəmiyyətli bir proqrama çevriləcək və gözəl nümunəsinə görə, yəni həqiqətən də yararlı bir işləm proseduru da sürəcək. Yenə də həmişə olduğu kimi öncədən yaratdığım virus dərsləri adlı ekranda, yəni işçi stolunu yaratdım qovluma gedirəm və burada bir öncəki dərslərdən yaratdığım fayllarımızı görürəm. Lakin yenə də mənə həmişə olduğu kimi ilk virus faylı .bat uzantılı faylımdır və onun üzərində sağ düyməni qeyd edib açılan siyahıdan edit deyə, redaktör et deyə əmrini seçəcəm. Gördüyünüz kimi bir öncəki dərsdə burada əgər və inkar əmrindən bəhs etmişdik. İndi onların məzmununu pozum və ikinci xətt sütununda məzmunun adını nə qeyd edim? Dəyişənlər direktoriyalarda. Lakin mən bunu belə qeyd etməyəcəm. Məsələn, deyəcəm ki, fayl yaradıcısı proqramı qeyd edəcəm deyə. Və alt sətrə düşək. İndi biz bir dəyişən mənimsədəcəyik. Məsələn, deyəcəyik set/p, deməli, ümumiyyətlə giriş sahəsinə müraciət etdik və burada dəyişənin özünü qeyd etdik, dəyişəninə müraciət etdik. Və dəyişənin adı nə olsun? Faylın adı deyəcəyik. Bərabərdə hansı qiymətə? Burada artıq qiyməti biz özümüz tərəfindən qeyd edəcəyik. Yenə də əvvəldə də qeyd etdiyim kimi yaradıcı olduğumuza görə əlbəttə ki, yaratmaq istədiyiniz faylın adını daxil edilməyəcək. Və alt sətirdə artıq yenə də dəyişənə müraciət edəcək. Bu ikinci dəyişənimiz bəs nə olacaq? Dəyişənin adı olacaq faylın uzantısı deyə qeydimizə vardırılacaq və bərabər də qiyməti nə olacaq? Faylın uzantısını tətbiq edin deyəcəyik. Və artıq eko deyəcəyik. Eko da bildiyiniz kimi əks sədadır. Lakin burada biraz fərqli eko deyəcəyik və nöqtə deyəcəyik. Bu nə anlama gəlir? Bu o anlama gəlir ki, əks sədanı dedik və əslində bir sütun şərhinin artıq əks səda deyil, fərqli əks səda kimi bölgü yöntəmliliyini, yəni sona çatdırdır. Yəni bunu biz mənimsətdik bir başqa direktoriyaya. Bir sətir buraxıram, yəni qeydimə vardırıram və bir böyükdür işarəsi qeyd edirəm. Riyaziyyatın sadə kəmiyyət simvollarından olan bir nümunəvi işləm, yəni simvolizə. Və bu direktoriyaya müraciət idi. Artıq biz bunu direktoriyalar bölümündən bilirik əlbəttə ki. İndi direktoriyanın adı hansı fayl uzantısına bərabərdir? Məsələn, Shift-i sıxılıb tutaraq 5 rəqəmini 2 dəfə qeyd etdim və faiz deyə dəyişənin adına müraciət etdim. Dəyişənin ilkin adı nədir? Birinci dəyişənin faylın adı deyə qeyd etmişik. Və burada nöqtə qoyuruq. Bu isə ayrıcı təbəqə kimi başa düşüləcək. İkinci, eyni zamanda bir eko əmri vasitəsilə, yəni əks səda əmri vasitəsilə ikinci dəyişəni də davam edici nöqtə çağıracaqdır. Öncə birincini, yəni kompüter başa düşüb oxuyacaqdır. Daha sonra nöqtə kimi davam edici nöqtə olan nöqtədən sonra ikincisinə də müraciət edib, onu da eyni zamanda oxuyub, yəni təqdim edəcəkdir istifadəçiyə. Bu dəyişənin adısı faylın uzantısıdır. Uzantısı.
və bunu qeyd etdirir. İndi biz nəyi qeyd etdik əlbəttə ki burada? Biz burada qeyd etdik ki, əks-səranın söndürülməsi birinci sütun xəttimizdə, yəni sonra məzmun dedik. Məzmun adı nə dedik? Fayl yaradıcısı proqramı və ilk proqramımızı yazdıq. 2 dəyişən əlavə elədik, lakin birinci dəyişənimizin adı faylın adı oldu və qarşısında bizim özümüz tərəfindən yazdırdığımız söz oldu ki, yaratmaq istədiyiniz faylın adını daxil edin. Yəni istifadəsini ixtiyarına biz təqdim etdik. Yenə də bir dəyişən əlavə edirik, ikinci bir dəyişənimiz. Bu dəyişənimin isə adı faylın uzantısı oldu. Və qarşısında yenə də biz özümüz təqdim etdik ki, faylın uzantısını tətbiq edin. Daha sonra da yeni sətirdə artıq məhz 5-ci sətir olan, yəni bu sütunumda əslində yazdırdıq ki, eko vasitəsilə əks-səranı artıq nöqtə ilə işini bitdiyini bildirdik, lakin və əks-səranın direktoriyaya aidiyyatlı eləyib və bu direktoriyada əslində faylın adı və davam edici nöqtə ikinci bir dəyişən olan dəyişənə də mənimsətdik. Öncə direktoriyanı faylın adı olan dəyişənə mənimsətdik, daha sonra davam edici nöqtə ilə faylın uzantısını da eyni zamanda çağırdıq. İndi artıq biz kodlamalarımızı işlədik. Əlbəttə ki, yenə də hər dəfə olduğu kimi fayl deyə menyuya gedəcəyik üst ana menyudan və buradan da save deyə qeyd edəcəyik. Artıq kodlamalarımızı işlədik və indi faylımızı qovluğumuza qayıdıb ilk virüs faylın .bat uzantılı faylımızı çalışdıraq. Gördüyümüz kimi burada yuxarı pəncərədə, qara pəncərədə faylın məsələn yaradıcısı, fayl yaradıcısı proqram deyə məzmun title'dan bildirmişim. Eko vasitəmlə isə əslində deyil, məhz dəyişən olan adımla özüm təyin etmişəm ki, yaratmaq istədiyimiz faylın adını daxil edin. Məsələn, mən nəyi yaratmaq istəyirəm? Bildiyiniz, tanıdığınız fayl tiplərindən nələr vardır? .exe, .com, ilə məsələn proqramlaşdırma virüs olan bu dərsliyə görə .bat, .jpg, bu şəkil faildir əlbəttə ki. Məsələn, .doc, .txt, .html, .css və s. kimi fayl uzantılı tipli bölgülər vardır. İndi biz burada nə qeyd edək? Məsələn, mən bir şəkil faylı istəyirəm, tutalım. Düzdür, görüntüm olmayacaq, amma faylimin adını və əlbəttə ki, uzantısını mən 2 dəyişənin vasitəsilə qeyd edəcəm. Məsələn, mən istəyirəm maşın şəkli. Maşın dedim və alt sətirə enter tuşun vasitəsilə qeyd etdim. Artıq ikinci dəyişənimə müraciət etdim. Burada tipinin şəkil faylı nədir? JPEG, yəni görüntü faylı. Əgər mən yenidən klavişimi sıxsam, biraz gözlədim və qovluğumuzda gördüyünüz kimi maşın.jpg uzantılı faylımız oldu və 3 byte həcmində olan faylımız yaradıldı. Biz bunun üzərinə əlbəttə ki sıxsaq və ona açsaq bütövlükdə, məzmunun maşın, tipi isə gördüyünüz kimi buraya baxsaq, yəni faylın adı və tipi ünvanına, burada maşın.jpg yazılıb, lakin heç də mənim maşın görüntü olan bu faylim yoxdur. Yəni maşın şəkli görə bilmirəm burada. Çünki biz sadəcə olaraq əslində faylın adını və uzantısını tanımladıq və bu cür fərqinə vardırdıq. Məsələn, mən gedim yenidən çalışdırım, bir başqa fayl verim. Dedi ki, yaratmaq istədiyiniz faylın adını daxil edin. Deyəcəm ki, yazı. Və yazı tiplərindən nəyi tanıyırıq? TXT yazı, məsələn, sadə notepad yazısı. Və enter tuşunu dedikdə, gördüyünüz kimi burada 1 kilobayt həcmində yazı.txt ünvanlı yəni fayl yaradır. Lakin onu da yenidən üzərinə sıxıb açsam, heç də yazı.txt uzantılı mətn yazı redaktorun notepad olan standart faylında içərisində heç bir yazı və ya cümlənin olduğunu görə bilmirik. Yəni bu fayl yaradıcısı ilk proqramımızı, yəni 2 dəyişən vasitəsilə, eyni zamanda əks-səda vasitəsilə bunu biz təqdim etdik və ilk proqramımızı dəyişənlərin direktoriyalarda hansı cür mənimsədilmə və ya işləndirmə prosesinin həllini gördük, çoxluğunu gördük burada. Bu dərsliyimiz də bu qədər. Düşünürəm ki, bu dərslik də çox maraqlı oldu və özlüyündə çox böyük xarakterizəyə malik oldu. Və bir sonraki dərslikdə yenidən görüşmək ümidi ilə yenidən bir daha sağ olun.